bu müharibə uzanmasının əsas günahkarı Qərbdir. Mən Qərbi görürəm günahkarı. Rusiya-Ukrayna müharibəsində baxın. Yəni Qərb istəsə deyirsiniz dayanarmı? Təbii ki. Çünki dəfələrlə digər siyasət adamları da, dünya səviyyəli siyasətçilər də deyirlər ki, Trumpın istəyi olarsa, Amerikanın istəyi olarsa, Putin ancaq onu eşidər və dayanar. Deyirsiniz, yəni... Ləman xanım, tək istək deyil, yəni o eşitmək söhbət deyil. Qərb daha dərin əməli addımlar atsa, praktik olaraq Rusiyanı kökdürmək problem deyil. Bax, mən də sual edirəm da, tamaşaçılarımız üçün də bu maraqlı olsun. Axı, yaxşı, siz bu Rusiyanı uduzdurmaq istəyirsinizsə bu müharibədə, yəni uduzmasını istəyirsinizsə, məğlub olmasını istəyirsinizsə, niyə görə ən axırıncı silahlarınızı belə də deyək, belə can dərdi verirsiniz Ukraynaya? İkinci, yardımları belə uzada-uzada, yəni Biden dönəmində nə oyunlar çıxartdılar, 6 ayla yardımları uzatdılar və nəticə itibarilə Rus ordusu xeyli irəlilədi o yardımların olmaması səbəbindən. İkinci bir tərəfdən, Rusiyanı söndürmək istəyirsinizsə, bunun neftinin çıxışını axı Sputnikdən hər kəs görür ki, hansı tankerlərdən hardan neft çıxır. Kəsin də bunun qabağını. Onsuz da 20% neft Hörmüz boğazı vasitəsilə çıxmır, dünya iqtisadiyyatı təhdid içindədir. 2 ayda qoyulsun da təhdid içində, amma böyük bir bəladan, bir xərçəngdən bu bəşəriyyəti xilas eləmək naminə bu neftin, sıxılmış qazın çıxışına qadağa qoyun da, yəni bağlayın, qapadın bunu. Niyə görə Rusiyanın bütün bank sektorunu SWIFT-dən çıxartmırsınız? Çıxardın da, bu da sizin əlinizdədir. Bunu kim eləməlisin yerinizə? Deməli, istəmirsiniz də, siz sadəcə olaraq üzücü müharibə yolu ilə Rusiyanı zəiflətmək, elə Ukraynanın özünü də zəiflədirsə, Ukrayna da böyük itkilər verir, az itkilər vermir. Yəni, bütün bu işlərin bu vəziyyətə gəlməsində, o masanın olmaması, danışıqların olmaması, Rusiyanın məğlub duruma gəlməməsinin günahkarı Qərbdir. Amerikada birinci növbədə və Avropada təbii ki. Sözlə deyilənlərin bir 30% edilir, 40% edilir. O 80%, 90% çatanda Rusiya çökəcəkdir. Rusiyanı çöktürmək üçün bir ay vaxt lazımdır. Bircə ay vaxt lazımdır ki, bütün o giriş-çıxış hamısı qapansın, heç nə satmağa qoymasınlar. Ya neft, ya qaz. Və bununla da bitsin də, məsələ bitsin. Bunu eləmək çox asandır və bir də SWIFT-dən çıxardın, heç bir hesablaşmaya. İndi yavaş-yavaş çıxardırlar. Hansısa bir sistemi təzə çıxartdılar. Yəni onu o sizin dediyiniz kimi birdən çıxartsalar, o dediyiniz kimi bir ay ərzində çıxartsalar, bunun fəsadları da böyük olmazmı məsəl üçün? Onda Rusiya, yəni onlar üçün təhlükə olmazmı? Yəni biz əslində bir nüvə dövlətindən danışırıq. Bu müharibədir. Bu müharibədir. Bu hara aparırsınız? Nə qədər davam edəcək? Neçə il davam edəcək? 10 ilmi? 20 ilmi? Bu yeşunlaşma. Bu həm də bir düzdür, kənarda baxanda da ilk baxışdan elə özümüz də bəzən deyirik ki, dünya müharibəsinin gözü qaşı olmur ki, yəni üçüncü dünya müharibəsi deyirik də, yəni bütün dövlətlər prinsipcə bu və ya başqa formada bu münaqişənin içindədir, iştirakçısıdır. Amma dünəndən etibarən bəli, dünya müharibəsi başlayır deyirlər. Elə yaxın şərqi deyirlər, yaxın şərqdə alovlanan, o bayaq dediyim sadaladığım ölkələr, artıq nə bilim İranın da Ukrayna ilə problemi çıxır, nə bilim Şimali Koreyada gəlib az qala burada Rusiyada döyüşür və dünya müharibəsi başlayır adı altında. Təbii bura biz jurnalistlərin də rolu var. Sadəcə bu vəziyyəti ilə təhlil eləyəndə də adam düşünür ki, bu proseslər biraz da alovlanmağa doğru gedir, nəinki səngiməyə doğru. Necə düşünürsünüz? Bu dünya müharibəsi həqiqətən də gedirmi? Biz onun fərqində deyilik mi sadəcə? Necə olur dünya müharibəsi? Bu müharibədə bəlkə qoşunları ilə, bəlkə də ordusu ilə, bəlkə də əskəri ilə deyil deyə bizdə belə bir təəssürat var. Məsələn, sabah gəlib tutaq ki, bir İngilis, bir Fransız, bir nə bilim Belçikalı Ukraynada döyüşəcəksə, bəlkə bunda biz deyəcəyik ki, bu artıq 3-cü dünya müharibəsidir. Baxın, digər dövlətlər İran ordusu ilə iştirak edir bu müharibədə. İsrail ordusu ilə iştirak edir müharibədə. Amerika ordusu ilə iştirak edir. Belə baxanda. Valla da elə dünya müharibəsində Rusiya iştirak edir, Ukrayna ordusunu iştirak edir. Müharibə dünya müharibəsi. Koreya ordusunu göndərir. Dünya müharibəsi necə olur ki, üzr istəyirəm ifadəmə görə, buynuzu olmuş ki. Bu dünya müharibəsi belədir də. Yəni onun bir yazılı bir belə deyək tərifi yoxdur ki, hansı hallarda buna dünya müharibəsi deyilir. Dünya müharibəsi dünya ölkələrinin
iştirakıdır. Yəni İkinci Dünya müharibəsi ilə yəqin müqayisə edirlər. Yəni ki, illər keçib, əlbəttə da indi dövr də o dövr deyil. Dövr deyil, əlbəttə. Çin İrana yardım eləyirmi? Altdan eləyirlər, yardım eləyir, bəli. Yəni bütün ölkələr qarışıb prinsipcə bir-birinə. Bu müharibəyə qarışmayan heç bir kəs yoxdur, heç bir tərəf yoxdur. Avropa yardım eləyirmi? Hamısı Ukraynaya axırıncı dəfə 90 milyard avro yardım ayırmaq nə deməkdir? Yəni sən silah al, Rusiyanı vur. Yəni biz necədir bu? Doğrudan da bu dünya müharibəsidir. Ancaq bunun alovlanması, bu müharibənin alovlanması ehtimalı çox böyükdür. Bu müharibənin yeni bir fazaya keçmək, daha bir təhlükəli fazaya keçmək ehtimalı çox. Sərhədlərinin genişlənməsi, elə mi? Yox. Yoxmu? Nüvə silahına keçid əgər bu hər hansı bir formada baş verərsə, bu bəşəriyyət üçün böyük bir fəlakət qapısı açılmış olacaq. Yəni yetər ki, bir taktiki nüvə silahından, bax, adını çəkdiyimiz Poseidondan falandan istifadə olunsun. Və yaxud da ki, hər hansı bir formada taktiki nüvə silahı başlıqlar var da, zəif başlıqlardan 100 kiloton başlığa qədər demək taktiki nüvə silahları var. 5 kilotondan 100 kilotona qədər. Onun hər hansı birinin istifadə edilməsi demək digər nüvə dövlətlərinə nüvə silahından istifadə etmək üçün yaşıl işıq yandırılması anlamına gəlir. Bu isə böyük bir fəlakət olar. Siz bugünkü nüvə potensialı ilə, yəni əldə olan nüvə potensialı ilə bəşəriyyəti bir neçə dəfə məhv eləmək mümkündür. Bir neçə dəfələr də məhv eləmək mümkündür. Ona görə bu çox təhlükəli bir gedişlərdir. O hadisələr belə bir nöqtəyə, yəni belə bir hala necə gələ bilər? Bax, getdikcə gərginləşir, getdikcə ağırlaşır. Rusiya görürsünüz, artıq o nüvə başlıqlı silahdan istifadə etmək haqqında bir məlumat ötürübdür, dövriyyə bir məlumat buraxıbdır. Yəni, bu tək hədə qorxu deyil. Amerika xəbərdar idi ki, biz bunların hamısını izləyirik, görürük. Rusiyada o nüvə başlıqları ilə bağlı nə edirsə biz bunların hamısına məlumatlıyıq. Yəni, vəziyyət son dərəcə kritik bir hala gəlir. Bütün bunlar hamısı dediyimiz kimi, indiki dünya müharibəsi bu, belə deyək də, birinci mərhələsidir. Birinci mərhələsində, belə deyək, müasir və adi silahlarla müharibə gedir. Amma Allah etməsin ki, bu başqa bir faziyyə keçsin. Təbii, Allah qorusun dünyamızı deyirəm. Əziz tamaşaçılar, 550 nəfər var canlı yayımda. Verilişimizi bəyənin və paylaşın. Təbii ki, rəylərinizi yazırsınız. Çin yardım etmir, öz maraqlarını güdür, deyir Gəncəvi 88. Çin başqalarının əli ilə öz məqsədlərinə çatmaq üçün lazım olan bütün vasitələrdən istifadə edir və çox ağıllı siyasət yürüdür, düz deyirsiniz. Həqiqətən də doğru deyirsiniz. Çox ağıllı bir ölkə varsa o bəs Çindir. Bu qarşıdurmalarda ən çox yararlanan, fayda götürən elə Çindir və Çində bir istəsəl, Çində dərin dövlətdir, böyük dövlətçilik tarixi var. Çin dünya nələr verməyib ki, Çin dünya barıqdan tutmuş, ipəkdən tutmuş, hər şey Çin verir. Bugün də elə məişətimizdə işlətdiyimiz hər şey. Ağıl, bugün də hər şey Çin verir. Ümumdünya fabrikası rolunda bizə bütün dünyanı təsis edir. İndi mən dünənlər bir rəqəmlərə baxıram. Çinin Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsi 415-16 milyard dollardır. İranla 10 milyard dollardır. 41-42 dəfə Amerika ilə Çinin arasında ticarət dövriyyəsi İranla ticarət dövriyyəsindən çoxdur. Və kritik məqam yarananda Çin kimi dəstəkləyəcək, kimin sözünü deyəcək. Öz maraqları olan yerin sözünü deyəcəkdir. Nə qədər düşmən olsalar da İranı belə deyək də bir dəqiqənin içində verəcəkdir Amerikanı. Güdaza. Verib də artıq. Mən hesab edirəm ki, Trump'ın son səfərində artıq bu məsələ həll olunub. Çünki axırıncı bombardımanda Çin səsini çıxartmadı. Səsini belə çıxartmadı. Axırıncı dəfə ki, Amerika getdi. Yenidən başladı o memorandum şərtləri pozulduğuna görə. Yəni, Körfəzdə gəmilər vurulması səbəbindən yenidən başladı İranı intensiv bombardıman eləməyə, amma Çin səsini çıxartmadı. Deməli, mart ayında səfər zamanı hər şey həll olunubdur. Sadəcə bunu bəyan eləməzlər ki, biz nəyə razılaşmışıq? Nəyə razılaşmışıq, necə razılaşmışıq, bunu özləri bilirlər.